bir vicdanın sesidir. İnsanın daxilində olan bir ses var. Kimlərsə o sesi boğur, kimlərsə o sesi dinləyir. Kimlərsə o sesi boğur və o sesin çıxmasına imkan vermir, o vicdan sesinin çıxmasına imkan vermir. Kimlərsə o sesi dinləyir. İmam Sadiqdən soruşdular. 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, sizlərdən kimsə öz zahirini beziyib, gizlində pis işlərlə məşğul olarsa nə edə bilər? Zahirini beziyib. Zahiri, biz çox vaxt allanırıq zahirə, xarici görünüşə. Deyir, zahirini beziyib, amma gizlində pis işlərlə məşğuldur, nə edə bilər? Məgər o insan ki, pis işlərlə məşğuldur gizlində, müraciət edəndə özü-özünə, məsələnin belə olmadığını bilmir. Qiyamət surəsinin 14-cü ayəsində imam buyurur ki, Bəlil insanu alə nəfsihi bəsirə, insan özünü yaxşı tanımır, insanın özündən xəbəri yoxdur, insan öz vəziyyətini bilmir. Əgər insanın, imam buyurur ki, əgər insanın daxili dünyası düzələrsə, xarici dünyası da düzələr. Xaricidə, zahiridə düzələr. Hətta bəzən imam bir meyar qərar verir insanın